Uzun müddət burada işləmişəm. İndi şəhərdə oluram, amma buradan ayrılamıyorum. Aslında gəlirəm bu parka, Heydər parkına. Bu qədər obyektlər var, gətirib hər ağacın dibində bir obyekt qoyurlar. Bu qədər axı obyekt olmur. Ağacların qurumağının da səbəb tokların hamısı bunlarla gedir, ağaclarla gedir. Qaz turbaları hamısı ağaclarla gedir. Axı bunun bir nəticəsi olmalıdır. Bax, hamı narazıdır. Ağaclar da quruyub gedir. Sakinlər bu parkı Xırdalanın oksigen mənbəyi adlandırırlar. Amma belə getsə, onlar təbiətin bəxş etdiyi, uzun illərdir var olan məkandan məhrum olacaqlar. Ağacların taleyi piknik edənlər, gəzintiyə çıxanlar və təmiz havaya ehtiyac duyanları narahat edir. Palazı döşüyü var, o su içmir axı ağac. O necə inkişaf edir? Çoxsu deyir yuxarıdan. Yuxarıdan ağac su içir. Qardaş, elə vəziyyət yaranıb ki, bu dəqiqə bir dənə Abşeronun bir dənə parkı var. O da bax bu günlər. Bəzi parklara baxanda Xırdalan parkının vəziyyəti normaldır əslində. Amma yəni daha da yaxşı ola bilər. 3-4 il qabaq çox qurumuşdu. Quruyan çox ağacıdır. Sonra bu tədbir gördülər. Quruyan ağaclar kəsdilər ki, nəsə xəstə əsər ola bilər, yayılmasın deməsin. Narahatlıqlarının əsas səbəbi müxtəlif vaxtlarda və müxtəlif formalarda ağaclara olunan qanunsuz müdaxilələrdir. Torpağın təbii rəngindən fərqlənməsi, ağacların dibinə naməlum maddənin tökülməsi ilə bağlı əsaslı şübhələrin yaranmasına səbəb olur. Ümumilikdə isə Xırdalan şəhərinin mərkəzində yerləşən bu parkda şam ağaclarının vəziyyəti heç də qənaətbəxş deyil. Demək olar ki, yaşıllıq ərazi məhv olmaqla üz-üzədir. Şam ağacıdır. Dibinə yağ töküblər, bax. Yağdır, maşın yağıdır, nadir. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra aidiyyatı qurumun əməkdaşları hərəkətə keçib. Ağacın dibinə tökülən naməlum maddənin araşdırılması məqsədi ilə torpaqda nümunələr götürüldü. Vəziyyətə laborator müayinələrdən sonra aydınlıq gətiriləcəyi bildirildi. Gəlib nümunələr götürüblər dəfələrlə, dərindən araşdırırlar ki, quruma səbəbi nədir? Belə bir ilkin ehtimal olunur ki, təbii qurumalardır, xəstəliklərlə bağlıdır. Amma yenə də biz rəhbərimizin tapşırığına görə o dərindən yoxlanılır ki, bu həm xəstəliklər aradan qaldırılsın, həm də ki, səbəbi öyrənilsin. İnşallah o səbəb aydınlaşdırandan sonra bu ağaclar hamısı götürüləcək. Ekologiya və Təbii Tərbiyyatlar Nazirinin əməkdaşları ilə, bəlkə sizin burada çəkilişinizdən bir yerdə icra hakimiyyətinin nümayəndələri ilə bu ağaclar götürüləcək, ümumilikdə hamısının yerinə yeniləri əvəz olunacaq. Qasım Xuluflu, Namiq Ağayev, İTV Xəbər.